Gəlin ehtimal nəzəriyyəsindən 3 fərqli suala baxaq. 4 kişi, 3 qadın dairəvi masa ətrafında oturduqda qadınların yanaşı oturması ehtimalını tapın. Əvvəlcə bir qaydanı yadımıza salaq ki, dəyirmi masa ətrafında n nəfər biz bilirik ki, n-1 faktorial sayda üsulla otura bilər. İndi bizim məsələnin şərtinə görə 3 qadın yanaşı oturmalıdır. Yəni qadınlara bir qrup şəklində yanaşaq. Yəni bir nəfər kimi baxsaq, 4 kişi və bir qrup. Yəni 5 nəfər əvvəlcə hesablayaq ki, dəyirmi masa ətrafında neçə üsulla otura bilər? Yəni bizim qaydamıza görə 5 nəfər dəyirmi masa ətrafında 5-1, yəni 4 faktorial üsulla otura bilər. İndi bir şey unutmayaq ki, 3 qadın yanaşı otursa da qadınların öz aralarında da yer dəyişmələri var və bunu nəzərə almalıyıq. Yəni bunu vuracaq 3 faktoriala. Bu bizim əlverişli hallarımızdır. İndi bəs mümkün hallarımız nəyə bərabərdir? Mümkün hallara baxaq. 4 kişi, 3 qadın edir 7 nəfər. Mümkün hallar bərabərdir. Yəni 7 nəfər dəyirmi masa ətrafında neçə fərqli üsulla otura bilər? Təbii ki 7-1, yəni 6 faktorial olacaq mümkün hallarımızın sayı. İndi isə bunu hesablasaq, sadə ixtisarlar aparmaqla 6 faktorialı 4 faktorial vurulsun, 5 vurulsun 6 şəklində göstərib mən 4 faktorialla ixtisar aparacam. O da edər 5-1. Keçək növbəti sualımıza. 3 oğlan və 2 qız şagird arasından təsadüfi seçilən 2 nəfərin ikisinin də oğlan olması ehtimalını tapın. Yenə mümkün halların sayı 3 oğlan 2 qızdır, edir 5 nəfər. 5 nəfərdən ikisi seçilir, yəni mümkün hallarımız olur kombinezon 5 elementdən 2. İndi isə 2 nəfərin ikisinin də oğlan olması ehtimalını deyir. Yəni kombinezon oğlanlarımızın sayı 3'dür. 3 elementdən 2. İndi bunu biz hesablasaq, kombinezon 3 elementdən 2 edir. 3 faktorial bölünsün 2 faktorial vurulsun 1 faktorial elə 1-ə bərabərdir. Və ikinci kəsiri mən tərsinə yazacağım vurma işarəsi olduğu üçün 5 faktorial, 2 faktorial, 3 faktorial. 2'lər ixtisar gedər. 3, 3, 36, 36. Yenə də 5 faktorialı göstərirəm. 3 faktorial vurulsun, 4 vurulsun 5 kimi və 3 faktorialları ixtisar aparacam. Yerdə qalar. Və bunda ixtisar aparsam edər 10-3. Keçək növbəti sualımıza. Armud sözünün hərfləri tək-tək kartlara yazılaraq bir torbaya yığılır. Geri qaytarmadan torbadan bütün kartlar bir-bir çəkilərək yanaşı düzüldükdə Murad sözünün əmələ gəlmə ehtimalını tapın. Deməli, 5 dənə hərfimiz var. Eyni deyil, hamısı fərqli hərflərdir. Və torbaya əlimizi atdıqda ilk hərf M olmalıdır. Yəni, M hərfinin çıxma ehtimalı nəyə bərabərdir? Təbii ki, 5 dənə hərfdən biri, yəni 5-1. M hərfinin çıxma ehtimalı. Torbada qaldı 4 dənə hərf. İndi ikinci dəfə əlimi atıb U hərfini çıxartmalıyam ki, Murad sözü uyğun ardıcılığa görə alınsın. U hərfinin çıxma ehtimalı olur bu səfər 4-dən 1. Çünki artıq mən bir hərfi M-ni çıxartmışam. Torbada 4 hərfimiz qalıb. U hərfinin çıxma ehtimalı olur 4-1. Daha sonra növbətə R hərfini çıxartmalıyam və torbada artıq 3 hərf qalıb. M və U-nu çıxartmışam. R hərfinin də çıxma ehtimalı olur 3-1 və torbada 2 hərfimiz qaldı. A hərfinin çıxma ehtimalı 2-1. Yəni torbadakı 2 hərfdən biri çıxacaq. Və torbada qalır bir dənə hərf, onu da çıxartmaq bir üsul mümkündür. Bu hasilimiz isə edir 120-1.